Kamil qardaşımız dediyi kimi kəndə köçmüşəm. Şəhərdən. Harda? Saray kəndinə köçmüşəm. Mən də bir sənə gəlirsiniz. Saray Bəli. tərəfə. Sarayda da məsələn nə var ki, kətdim? Bəli, Saray kəndinə köçmüşəm. Mənim ana tərəf Ora qohumlarım da plana oradadır. düşdü və onun pulunu aldı. Bəli, bəli. Şəhərdən nəcəb ev almadın? Yəni ata mülkümüz idi. İki qardaş mənə payımızı böldük. Alınır, aha. O da aldı öz ev payını, mən də aldım. Yəni mənim ailəmlə öz ailəm çox Xeyirli sağ olun, var olsun. olun. Torpaq Nə sahəsində xoş. 2 mərtəbəli evdir, 4 otaqlı, şükürlər olsun. Hazır mı aldın yoxsa tikdin? Hazır. Hazır aldın, Hazır. xeyirlisi. Mən bir şey deyim də, mən bilirdim ki, o tərəfin evlərinə bələd idim. Mən özüm neçə illər orada yaşamışam. Nə demək istəyirəm? Amma indi görsən necə rahatlıqdır. Belə elədim mi? Ha, axır ki rahatlığımı tapdım. Bəli. Düzdür, hələ o ab-havadayam, o məhlələrin ab-havasındayım. 48 il oldu Bəsdir mən də, anadan şey. olmuşam, böyümüşəm. Ona görə Düzdür, əhəng olub da, saç- biraz çətinlik olur, yəni öyrəşənə qədər. Amma yəqin ki, hər şey Amma yaxşı olur darıxırsan, inşallah. ora üçün Hələ darıxırsan. köçməmişəm, hələ köhnə Yəni də evimizəm. artıq çamadanı yığırsan da. bəli.